biraz da digər aspektdən olan məsələlərə. Çünki məlum olduğu kimi işğaldan azad edilən ərazilərdə Ağdam və Araz vadisi iqtisadi zonası, sənaye parkları da yaradılıb. Hazırda Ağdam Sənaye Parkında hansı işlər görülüb? Sadəcə bunlar deyil, digər bir tərəfdən ümumiyyətlə digər sənaye parklarındakı vəziyyət necədir, bizə nə vəd edir, hansı güzəştlər nəzərdə tutulur? Bunu müzakirə edək. Studiyamıza qonaq dəvət etmişik. İqtisadi Zonaların İnkişafı Agentliyinin mətbuat katibi Elçin Kazımov bizimlədir. Xoş gəlmisiniz Elçin bəy. Təşəkkür edirəm, xoş gördük. Elçin bəy, elə az öncə ilkin təqdim etdiyim bir məsələ ilə başlayaq. Ağdam və Araz vadisi İqtisadi Zonası sənaye parkları ilə bağlı məqam. Bundan danışaq, hansı işlər görülüb? Məlum olduğu kimi, dövlət başçısının müvafiq fərmanları ilə işğaldan azad edilmiş ərazilərin bərpası və sənaye potensialının inkişaf etdirilməsi məqsədi ilə 2 sənaye parkı yaradılıb. Bunlar da siz vurğuladığınız kimi Ağdam və Araz vadisi İqtisadi Zonası sənaye parklarıdır. Sənaye parkları yaradıldığı müddətdən etibarən işlər mərhələli və planlı şəkildə icra edilməyə başlanıldı. Bəs Ağdam Sənaye Parkının bir neçə gün öncə yaradılmasından 4 il keçdi. Bəs 2021-ci il 28 mayda dövlət başçısının müvafiq fərmanı ilə Ağdam Sənaye Parkı 190 hektar ərazidə yaradılıb. 4 il ərzində keçməsinə baxmayaraq Ağdam Sənaye Parkı hazırda rezidentlərin sayına görə Sumqayıt Kimya Sənaye Parkından sonra ölkədə ikinci ən böyük sənaye parkı hesab edilir. Ağdam Sənaye Parkının Ağdam rayonunda yaradılması məhz təsadüfi deyildi. Hamıza yaxşı məlum olduğu kimi işğaldan əvvəlki dövrlərdə də Ağdam rayonu Respublikanın sənaye mərkəzlərindən biri idi. Burada müxtəlif təyinatlı zavod və fabriklər fəaliyyət göstərirdi. Ağdam Sənaye Parkı hazırda qeydiyyatdan keçən müəssisələrin sayına görə işğaldan əvvəl burada fəaliyyət göstərən zavodların sayından artıq çoxdur. Qeyd edə bilərəm ki, əminliklə Ağdam Sənaye Parkı artıq Ağdamın əvvəlki sənaye nüfuzunu qaytarmaqla yanaşı Respublikanın sənaye mərkəzlərindən birinə çevrilməsinə də gətirib çıxarır. Və qeyd edim ki, Ağdam Sənaye Parkının əsas fəaliyyət istiqaməti burada tikinti, inşaat materiallarının, kənd təsərrüfatı məhsullarının qablaşdırılması, o cümlədən tikinti materiallarının istehsalı və sair ki, məhsulların istehsalı nəzərdə tutulub. Qeyd edim ki, Ağdam Sənaye Parkında hazırda investisiya portfeli 250 milyon manatdan çox olan 27 sahibkarlıq subyektinə rezidentlik, 4 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Məhz görülən işlərə hazırda 111 milyon manatdan çox investisiya yatırılıb, 650 nəfərdən artıq şəxs daimi işlə təmin edilib. Əsasən işə götürmə prosesində Ağdam və ətraf rayonlardan olan əhaliyə üstünlük verilir. Məhz bir neçə gün öncə Ağdam rayonuna böyük köçün şahidlik etdi. Məhz bu köçürülənlərin bəziləri Ağdam Sənaye Parkında məhz işlə təmin edilənlərdir. Qeyd edim ki, Ağdam Sənaye Parkında hazırda 9 müəssisə fəaliyyət göstərir. Bu il daha bir müəssisənin fəaliyyətə başlaması planlaşdırılır. Məhz fəaliyyətə başlayacaq müəssisə tütün məmulatlarının istehsalı ilə məşğul olacaq. Qeyd edim ki, artıq bu müəssisədə işlər tam yekunlaşıb və müəssisə test üsulu ilə fəaliyyət göstərir. Və qeyd edim ki, Ağdam Sənaye Parkında artıq böyük, yəni rəqəmli, qeyd edim ki, böyük rəqəmlər məhsul istehsalında özünü göstərir. İstehsal artıq 2024-cü ilin sentyabrından 2025-ci ilin birinci rübü daxil olmaqla 85 milyon manatlıq məhsul satışı həyata keçirilir. Bu ixracımız varmı? Bəli, bəli, ixracımız da var. Məhz bir neçə gün öncə Sənaye Parkında istehsal edilən divar kağızlarının Özbəkistana ixracı ilə bağlı razılıq əldə edildi. 1,4 milyon manatlıq məhsul, yəni satışı nəzərdə tutulub. Tək bu Özbəkistana deyil, bir neçə gün öncə məhz Gürcüstana da məhsul ixracı həyata keçirilmişdir. Tək divar kağızları deyil, müxtəlif növ ayaqqabıların Rusiyaya, Birləşmiş Ərəb Əmirliklərinə ixracı istiqamətində uğurlar əldə edilib. Və əsasən qeyd edim ki, məhsulların 90%-i daxili bazarın tələbatının ödənilməsinə yönəldilib. Məsələn, qeyd etdim ki, indiyədək 85 milyon manatlı məhsul istehsal edilib. Məhz bu ilin birinci rübündə təkcə 63 milyon manatlıq məhsul istehsalı həyata keçirilib. Və qeyd edim ki, Ağdam Sənaye Parkında hazırda 10-a yaxın müəssisənin də tikintisi istiqamətində işlər həyata keçirilir. 10-a yaxın müəssisədə isə layihələndirmə işləri görülür. Və sahibkarlara güzəştlər
nəzərdə tutulur? Niyə və ya ümumiyyətcə hansı güzəştlər nəzərdə Əlbəttə tutulur ki, və təklif olunur? Ağdam Sənaye Parkında dövlət tərəfindən sahibkarlıq fəaliyyətinin inkişafı üçün bir sıra stimullaşdırıcı tədbirlər həyata keçirilir. Məhz bu, bayaq vurğuladığım kimi Ağdam Sənaye Parkı hazırda ölkədə ikinci ən böyük sənaye parkıdır. Burada tətbiq edilən güzəştlərin nəticəsidir ki, sahibkarların bura marağı yüksəkdir və digər sənaye parklarında olduğu kimi Ağdam Sənaye Parkında da sahibkarlar dövlət vəsait hesabına tam infrastrukturla təmin edilirlər. İnfrastruktur dedikdə bura elektrik enerjisi təchizatı, təbii qaz, su təchizatı, daxili avtomobil yollarının, dəmir yol xətlərinin çəkilməsi, internetlə təminat, kanalizasiya sisteminin qurulması, yəni bütün bu dediklərim təmin edilir və Ağdam Sənaye Parkında, digər sənaye parklarında olduğu kimi plug and play, qoşul və başla prinsipindən istifadə etməklə sahibkarlar öz biznes layihələrini həyata keçirə bilərlər. O cümlədən Ağdam Sənaye Parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak, mənfəət, torpaq vergilərindən, o cümlədən istehsal məqsədi ilə texnika və texnoloji avadanlıqların idxalı zamanı tam olaraq ƏDV və gömrük rüsumlarından azad olunurlar. O cümlədən işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sənaye parklarının özəlliklərindən biri odur ki, burada sahibkarlar əlavə güzəştlərdən də yararlanırlar. Belə ki, bu güzəştlərə sahibkarlar ödədikləri kommunalların 20% onlara kəşfiq olaraq geri qaytarılır. O cümlədən Nazirlər Kabinetinin müəyyən etdiyi bir sıra xam mal və materialların idxalı zamanı ƏDV və gömrük rüsumundan tam azad olma, sosial sığorta ödənişlərinin subsidiyalaşdırılması, xüsusi güzəştli bank kreditlərinin olması sahibkarlara təklif edilən güzəştlər siyahısındadır. Məhz bu güzəştlər Cəbrayıl rayonunda yerləşən Araz Vasif İqtisadi Zonası Sənaye Parkında da tətbiq edilir. Qeyd edim ki, sənaye parkları yaradılarkən ən böyük özəlliklərindən biri odur ki, onlar logistik imkanlar baxımından əlverişli ərazidə olsun, infrastruktura çıxış imkanları olsun. Məhz bu ən əlverişli sənaye parklarımızdan biri demək olar ki, Araz Vasif İqtisadi Zonası Sənaye Parkıdır. Park logistik imkanlar baxımından əlverişli mövqedə yerləşir. Məhz avtomobil yollarının, dəmir yol xətlərinin tam mərkəzindədir. Məhz bu da sahibkarlara öz məhsullarını daha əlçatan edir, bazara çıxmağa daha da asanlaşdırır. Qeyd edim ki, Araz Vasif İqtisadi Zonası Sənaye Parkında da hazırda investisiya portfeli 130 milyon manatdan çox olan 17 sahibkarlıq subyektinə rezidentlik, 3 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Məhz sahibkarlar tərəfindən görülən işlərə 35 milyon manatdan çox investisiya yatırılıb, 100-ə yaxın daimi iş yeri yaradılıb. Sənaye Parkında da, Ağdam Sənaye Parkında olduğu kimi məhz Cəbrayıl rayonundan olan sakinlərə üstünlük verilir. Məhz Araz Vasif İqtisadi Zonası Sənaye Parkında hazırda 2 müəssisə fəaliyyət göstərir. Bu müəssisələrdə kənd təsərrüfatı texnikalarına, ağır yük maşınlarına texniki servis xidməti göstərilir. O cümlədən yanacaq doldurma məntəqəsi fəaliyyətdədir. Məhz bu müəssisələrdə 2 milyon manata yaxın məhsul satışı, o cümlədən xidməti göstərilibdir. Araz Vasif İqtisadi Zonası Sənaye Parkında da 5 müəssisənin hazırda tikintisi istiqamətində işlər həyata keçirilir. Məhz bu müəssisələr dekorativ daşlarını, müxtəlif yapışqan lentlərin, mina təmizləyən avadanlıqların, dezinfeksiya edici, maye yuyucu vasitələrin istehsalı ilə məşğul olacaqlar. Məhz bu il planlaşdırılır ki, Araz Vasif İqtisadi Zonası Sənaye Parkında bir neçə müəssisənin fəaliyyətə başlaması həyata keçsin. Bunlar dekorativ daşların və müxtəlif yapışqan lentlərin istehsalı ilə məşğul olacaqlar. Görürük ki, Elçin bəy, kifayət qədər də işlər həyata keçirilib. Həm Ağdam, həm də ki, Araz Vasif İqtisadi Zonası sənaye parkları ilə bağlı məqamlarda bütün detalları düşünürəm ki, kifayət qədər burada qeyd etdiniz. Həm yaradılan imkanlar, həm sahibkarlara edilən güzəştlər, həm ixrac baxımından potensiallarımız, hansı məhsullar gələcəyi ilə bağlı vəd verir bizə. Naxçıvan Sənaye Parkı ilə bağlı da bir məsələni istəyirəm işıqlandırasınız. Orada hansı işlər görülüb? Bəli, son olaraq qeyd edim ki, ölkəmizdə məhz sənayeleşmə siyasətinə uyğun olaraq sənaye zonalarının yaradılması istiqamətində işlər uğurla davam etdirilir. Məhz bunlardan biri də bariz nümunə kimi son yaradılan Naxçıvan Sənaye Parkıdır ki, park dövlət başçısının 2024-cü il 5 dekabrda imzaladığı fərman əsasında yaradılıb və ərazisi 310 hektar müəyyən edilib. Parkda qeyd edim ki, ilkin olaraq artıq sənaye parkının prioritet fəaliyyət istiqamətləri müəyyənləşdirilib. Məhz fəaliyyət istiqamətləri müəyyənləşdirildikdən sonra
artıq burada layihələndirmə işlərindən sonra infrastrukturun qurulması istiqamətində işlərə başlanır. Yəni işlər mərhələli və planlı şəkildə həyata keçirilir. Məhz sənaye parkının əsas fəaliyyət istiqamətləri kimi tikinti məhsullarının, maşın və onun avadanlıqlarının, kənd təsərrüfatı məhsullarının, toxuculuq məhsullarının, mebel məhsullarının, o cümlədən əlvan metal emalı və sair məhsulların istehsalı sənaye parkında həyata keçiriləcək. Bayaq da vurğuladığım kimi artıq Naxçıvan Sənaye Parkı layihələndirmə mərhələsindədir. Bunun üçün ilkin olaraq dövlət tərəfindən 500 min manat vəsait ayrılıb. Layihələndirmə işləri həyata keçirildikdən sonra yaxın vaxtlarda infrastrukturun qurulması istiqamətində işlərə başlanılacaq. Məhz qeyd edim ki, artıq Naxçıvan Sənaye Parkına sahibkarların da marağı böyükdür və İqtisadi Zonaların İnkişafı Agentliyinə Sənaye Parkının rezidenti olmaq üçün bir sıra müraciətlər daxil olmaqdadır. Məhz Naxçıvan Sənaye Parkında infrastruktur işlərinin müəyyən bir hissəsi tamamlandıqdan sonra Naxçıvan Sənaye Parkında sahibkarların layihələrini dəyərləndiriləcək və bu sahibkarlar Sənaye Parkının rezidenti kimi qeydiyyata alınacaqlar. Qeyd edim ki, Naxçıvan Sənaye Parkının fəaliyyətə başlaması bu bölgədə əhalinin məşğulluq səviyyəsinin yüksəlməsinə təkan verəcək, qeyri-neft sənayesi məhsullarımızın çeşidlərinin artmasına, ölkənin ixrac coğrafiyasının genişlənməsinə, ən əsası isə bu bölgədə xam mal ehtiyatlarından səmərəli istifadə etməyə təkan verəcək. Təşəkkür edirəm sizə. Elçin bəy, minnətdaram. İşlərinizdə doğrular arzulayıram. Çox sağ olun. Elçin Kazımov bizim həmsöhbətimiz idi. İqtisadi Zonaların İnkişafı Agentliyinin mətbuat katibi idi. Hansı ki, həm Ağdamda, həm də Araz Vadisi İqtisadi Zonası sənaye parkları ilə bağlı məsələləri işıqlandırdı. Məlumatları geniş şəkildə bizlə bölüşdü. Hansı işlər gördüm indiyə qədər, hansı potensial var bu sahələrdə, bunu bir qədər təqdim etməyə çalışdı qonağımız. Daha bir məlumat